Biri varmış, biri yokmuş, bir keçi varmış, onun 3 balası varmış. Şengülüm, Şüngülüm ve Mengülüm. Şəngülüm, şüngülüm, məngülüm, açın qapını, mən gəlim. Ağzımda su, döşümdə süd, buynuzumda ot gətirmişəm. Balalar sevinip kapını açtılar. Keçi onlara ot, su ve süt verdi. Canavar balaları yemeyi düşündü. O asta keçinin evine tərəf yollandı. Mənəm balalarım, açın qapını. Balalar o dəqiqə bildilər ki, bu anaları deyil qurtdur, onlara kələk gəlir. Qurt kolda gizləndi ki, görsün keçi balarına necə səslənir. Şəngülüm, şüngülüm, məngülüm, açın qapını, mən gəlim. Ağzımda su, döşümdə süd, buynuzumda ot gətirmişəm. Şengülüm, Şüngülüm, Mengülüm, açın qapını, mən gəlim. Qurt Məngülümü ələ keçirdi, Şengülüm və Şüngülüm gizləndi. Keçi evə gəldi və gördü ki, Məngülüm yoxdur. Balalar dedi ki, onu qurd yedi. Keçi qəzəbləndi və dəmirçiyə gəlib dedi ki, mənim buynuzlarını iti elə. Keçi damın üstə tullandı. O kimdi damım üstə, toz tökər şamım üstə. Aşımı şor eylədi, gözümü kor eylədi. Mənəm canavar. Buynuzum qoşa balamı sən yemisən. Gəl girək bir savaşa. Keçi qurdu məğlub etdi və Məngülümü xilas etdi. Və o Məngülümü balalarının yanına apardı. Balalar Məngülümü görəndə çox sevindilər.